Burada bağlıdır. Belki qonşu bloka çıxdı. Yox, ağlım kəsmir. Rafik, dinç dur. Ne oldu? Qapını niyə sındırırsınız? Biz 3 otaqlı mənzilə baxmaq istəyirik. Sizə kim icazə verib? Göstər. Yəni bunun üçün də icazə lazımdır. Biz hazır 3 otaqlı mənzilə baxmaq istəyirik. Siz bu binada mənzil alırsınız? Bəli. Rafik, gəl bura. Hara? Bax, bu uşaqların otağı olacaq. Bizim? Sizin? Mənim. Balkonu da var. Bu da yemək otağı. Sən bir mətbəxə bax. Seyfi gör necə mətbəxdir. Lap möcüzədir. Orada yemək stolu olacaq, divanı da bura qoyarıq. Belə yaxşıdır. Yeyib içməyimiz elə burada olar. İndi hamı belə eləyir. Yemək otağında da qonaq qəbul eləyərik. Ancaq kafili dəyişmək lazım gələcək. Eşidirsən? Kafili mütləq dəyişdirməliyik. Buradakı yataq otağımız. Sən niyə ona öz sənədini göstərmədin? Onsuz da icazə verdi də. Başa düşə bilmirəm. Axı niyə biz heç olmasa bircə dəfə öz hüququmuzdan istifadə eləmirik? Düz dur! Ona görə sən özünü göstərə bilmirsən. Elə institutda da sənə ictimai iş zat tapşırmırlar. Nə olsun? Necə nə olsun? Nə olsun da? Bu sənin fərsizliyinə dəlalət eləyir. Fərasətin yoxdur, ona görə də öz halca haqqını tələb eləyə bilmirsən. Halalca haqqım nədir ki? Yenə başladın. Söz vermişdim axı. Gedək. Əlimə bax. Hop! Bıdı! Əgər mənzil məsələsi baş tutsa, Teymurun canına dua oxuyacaq. Dəymə. Əgər baş tutmasa. Yenə başladın, hə? Aləmi dağıdaram. Onlara necə qiymətli şeylər gətir.